Salam əziz izləyicilər və məktəbəqədər MİQ imtahanına hazırlaşan müəllim namizədləri. Bugün məktəbəqədər MİQ imtahanına hazırlaşanlar üçün test suallarını birlikdə müzakirə edəcəyik. Suallar məktəbəqədər təhsil haqqında qanunvericilik mövzusu üzrədir. Suallar üzərindən düzgün cavabları və izahlarını sadə şəkildə açıqlayacağam. Suallar İlahə Əhmədovanın hazırladığı məktəbəqədər MİQ və sertifikasiya test toplusundan seçilmişdir. İndi isə keçək suallara. İlk sualımız. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunu konstitusiyasının neçənci maddəsinə əsasən hazırlanmışdır? A. 98-ci, B. 94-cü, C. 92-ci, D. 91-ci. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunu konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən hazırlanmışdır. Ona görə də biz burada B variantı 94-cü maddəni seçirik. İkinci sualımız. Kimlər uşaqla bağlı qanuni nümayəndə ola bilməz? A. Uşağı övladlığa götürənlər, B. Qəyyumlar, C. Valideynlər, D. Müəllim. İkinci sualımızın da cavabı D variantı müəllimdir. Çünki uşaqların hüquqlarını və s. təmsil edən valideynlərdir, övladlığa götürənlər və qəyyumlardır. Üçüncü sualımıza keçidə alaq. Məktəbəqədər təhsil uşaqlarda hansı keyfiyyətləri formalaşdırmır? A. Cəmiyyətə uyğunlaşma, birgə fəaliyyət, B. Müstəqillik, məsuliyyət, D. Dözümsüzlük, özünə qapalılıq, D. Estetik dünya görüşü, cavabdehlik. Burada da üçüncü sualımızın cavabı C variantı dözümsüzlük, özünə qapalılıq keyfiyyətlərini formalaşdırmır. Daha sonra dördüncü sualımız məktəbəqədər təhsil proqramına aiddir. A. Təhsil üzrə ümumi təlim nəticələri, B. Məktəbəqədər müəssisənin maddi-texniki bazası, C. Təlim nailiyyətlərinin qiymətləndirmə meyarları, D. Təhsil alanların hüquqları, E. Təlim strategiyaları. Burada dördüncü sualı 3-ün seçəcəyik, 3 variantı. İlk öncə A variantı, təhsil üzrə ümumi təlim nəticələri, daha sonra təlim nailiyyətlərinin qiymətləndirmə meyarları, daha sonra Y variantı təlim strategiyaları. Burada B variantı. Çünki digərləri təhsil proqramına aid deyil. Daha sonra keçirik 5-ci sualımıza. 5-ci sualımızda nə deyir bizə? Biri məktəbəqədər təhsil müəssisəsi ola bilməz. A. Körpələr evi, B. Sanator tipli müəssisə, C. Milli Məclisin səlahiyyətində olan məktəbəqədər müəssisə, D. Elmi tədqiqat institutlarının tərkibində məktəbəqədər müəssisə. Burada da çox uzatmayacağım. Cavab C variantıdır. Milli Məclisin səlahiyyətində olan məktəbəqədər müəssisə təhsil müəssisəsi ola bilməz. Daha sonra 6-cı sualımız. Əqli və fiziki qüsurlu uşaqların problemlərinin korreksiyası ilə məşğul olan şəxs kimdir? A. Logoped, B. Defektoloq, C. Müdir, D. Tərbiyəçi müəllim. Burada da cavab B variantı defektoloqdur. Amma əlavə açıqlama da vermək istəyirəm ki, yəni adətən defektoloqla logopedi qarışdırırlar. Defektoloq əqli və fiziki uşaqların korreksiyası ilə məşğul olan mütəxəssisdir. Logopedi isə nitqi qüsurlu uşaqlarla işləyən ali pedaqoji təhsilli mütəxəssisdir. Daha sonra keçək növbəti sualımıza, 7-ci sualımız. Uşaqlar üçün müstəqil məktəbəqədər müəssisə seçmək kimin hüququdur? A. Təhsil verənlərin, B. Valideynin, C. Təhsil alanın, D. Uşağın, yaxın adamının. Burada 7-ci sualımızın da cavabı B variantı valideynindir. Daha sonra 8-ci sualımız. Məktəbəqədər təhsil müəssisəsində pedaqoji işçilər dedikdə kimlər nəzərdə tutulmur? A. Tərbiyəçi müəllimlər, B. Defektoloqlar, C. Logopedlər, D. Təhsil müəssisəsinin rəhbəri. Belə deyək də, pedaqoji işçi dedikdə nəyi başa düşürük? Yəni, tərbiyəçi müəllimlər, logopedlər və defektoloqlar. Təhsil müəssisəsinin rəhbəri isə artıq o təsisçidir. Ona görə də D variantı təhsil müəssisəsinin rəhbərini buradan çıxırıq. Daha sonra 9-cu sual. Sağlamlığına, mənəvi və psixoloji durumuna zərər vuracaq istənilən informasiyadan və təbliğatdan müdafiə olunmaq. Bunlar kimin hüququdur? A. Təhsil alanların, B. Valideynlərin, C. Təhsil verənlərin, D. Qəyyumların. 9-cu sualımızın da cavabı A variantıdır. Belə ki, uşaqlar bir çox hüquqa malikdirlər, məktəbəqədər uşaqları. Onlardan biri də sağlamlığına, mənəvi və psixoloji durumuna zərər vuracaq istənilən informasiyadan və təbliğatdan müdafiə olunmaq hüququdur. 10-cu sual.
Uşaq şəxsiyyətinin inkişafına yönəlmiş ümumi təlim nəticələri formasında hazırlanan məktəbəqədər kurikulum nəyi müəyyənləşdirir? A. Təlimin məqsədini, B. Təlimin prinsiplərini, C. Təlimin məzmununu, D. Təlimin vəzifələrini. 10-cu sualın da cavabı burada C variantı təlimin məzmunudur. Daha sonra 11-ci sual. Loqoped kimdir? Bayaq bunu cavablamışdım. A. Nitq qüsurlu uşaqlarla işləyən ali pedaqoji təhsilli mütəxəssis. B. Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyən ali və orta pedaqoji təhsilli mütəxəssis. C. Nitq qüsurlu uşaqlarla işləyən ali və orta pedaqoji təhsilli mütəxəssis. D. Əqli cəhətdən geridə qalan uşaqlarla işləyən ali pedaqoji təhsilli mütəxəssis. 11-ci sualımızın da cavabı A variantı nitq qüsurlu uşaqlarla işləyən ali pedaqoji təhsilli mütəxəssisdir. Keçək sonuncu sualımız, 12-ci sual. Məktəbəqədər təhsil haqqında qanun neçənci ildə qəbul edilmişdir? A. 2017 25 aprel, B. 2017 14 may, C. 2017 22 aprel, D. 2017 14 aprel. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunu 14 aprel 2017-ci ildə qəbul edilmişdir. Buna görə də cavabımız D variantı. Bu tip sualların davamını istəyirsinizsə kanalıma abunə olub videonu bəyənməyi unutmayın. Növbəti videoda görüşənə dək.